Selamlar, yeni videoyla karşınızdayım. Arka fondan da gördüğünüz gibi nihayet ki yarmarkaya bitmemiş. What? Torpaq əlimdə Bahar Ürəyimdə yarmarkasına gəlib çıxa bilmişik. Bugün xüsusilə Şəkidən qonaqlarımız var və onlarla birlikdə yeni, burada heç vaxt dadmadığımız təamlardan dadacağıq və görək reaksiyalarımız necə olacaq. Nargis fondunun təşkil etdiyi bu yarmarkaları çox bəyənirəm. Bildiyiniz kimi qışda təşkil olunan yarmarka, soyuq əllər, isti ürəklər, yazda təşkil olunan isə Torpaq əlimdə Bahar Ürəyimdə adlanır. Fikrimcə bu çox gözəl bir təşəbbüsdür. Çünki şəhər sanki canlanır, insanlarda bayram əhval-ruhiyyəsi yaranır. Hər kəs bura gəlib maraqlı anlar yaşayır, əylənir, deyib gülür və fərqli təamları dadmaq şansı əldə edir. Bu da insanların vaxtını əyləncəli, səmərəli və çox gözəl keçirməsinə səbəb olur. Təəssüf ki, hava çox soyuq olduğu üçün biz çox qala bilmədik və çatdırdığımız qədər fərqli təamların dadına baxdıq. Başa düştük. Normal. Hala yersen sevmeyen yenmez. Berlin Street'dən French fries and nuggets zakaz vermişdik. Ancaq nuggets olmadığı üçün French fries and chicken verdilər. Düzü mən çox da bəyənmədim. 10 üzərindən hardasa 4 verərdim. Yarmarkanın sevmədiyim yeganə tərəfi növbələrdir. Növbələrin hədsiz çox olmasıdır. Buranın da Novruz atributları çox gözəl bəzəyiblər. Məncə çox qəşəng bir fotozonadır. Şəkərbıran ölçüsünə isə bayıldım. Heyf ki, yeməli deyildi. Yoxsa mənim gözümü doyuracaq yeganə şəkərbura yəqin ki, bu olardı. Targovdakı yarmarkanı başa vurub keçdik bulvar ərazisinə. Çılpanlar həqiqətən başqa bir aləmdir. Bu nə gözəllikdir axı. Yəni insan saatlarca oturub doymadan baxa bilər gözəlliyə. Həqiqətən ölkəmiz çox gözəldir. Şəhərimiz, paytaxtımız çox gözəldir. Hər birinin qədrini bilmək lazımdır. Bütün bu gözəlliklərin kimsə gəlməyibsə mütləq gəlib həzz almalıdır bu gözəlliklərdən. Yeganə problem bundan ibarət idi ki, ətrafda insanlar çox olduğu üçün kadra düşürdülər və şəkil və videolar istədiyim kimi estetik alınmırdı. Ümid edirəm ki, bunu nəzərə alarsınız. Çox qəşəngdir. Dediyim də bəyənəsidir. Gidelim, 17 gidelim. Sushi sevenler beğenecek. Sushi'dan.
Hə. Qəşəngdir. O ki, nə Maraqnası isinif. Bu vloqun da sonuna gəlib çatdıq. Yenə bir xahişim olacaq. Kanala abunə olmağı, like etməyi və rəy yazmağı unutmayın. Xahiş edirəm. Hər birinizə təşəkkürlər izlədiyiniz üçün. Bay bay.